Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması ilə bağlı elektron müraciətlərin tərtib edilməsi barədə. Bu videoçarx ƏDV üzrə artıq ödənilmiş vergilərin qaytarılması üçün müvafiq elektron ərizənin onlayn qaydada İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə təqdim edilməsinə sərf olunan müddətin müəyyən edilməsi məqsədi ilə hazırlanıb. Ərizə, Doing Business hesabatının Paying Taxes indikatorunun metodologiyası əsasında əks etdirilən məlumatlara uyğun formada doldurulub. Nümunə kimi seçilmiş şirkətin şəxsi hesab vərəqəsinə daxil oluruq. Tutaq ki, həmin şirkətin hesabat dövrü ərzində təqdim etdiyi malların dəyəri 665.585 manat 54 qəpik, əldə etdiyi xam malın dəyəri 494.434 manat 97 qəpik, əsas vəsaitlərin dəyəri isə 554.654 manat 61 qəpik olub. Nəticədə qeyd edilən hesabat dövrü üzrə ƏDV bəyannaməsinin təqdim edilməsi nəticəsində vergi ödəyicisinin 383.504 manat 4 qəpik artıq ödəməsi yaranıb. Belə olan halda artıq ödəmənin qaytarılması üçün vergi ödəyicisi İnternet Vergi İdarəsi portalının onlayn kərgüzarlıq bölməsi üzərindən aşağıdakı qaydada müvafiq ərizə formasını doldurmalıdır. İstifadəçi Dövlət Vergi Xidməti tərəfindən göstərilən elektron xidmətlərin siyahısında artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması məqsədi ilə müraciətin təqdim edilməsi xidmət növünü seçdikdən sonra istifadəçi kodu, parol və şifrə və ya gücləndirilmiş elektron imza vasitəsilə İnternet Vergi İdarəsinin onlayn kərgüzarlıq və elektron vergi hesab faktura bölməsinə daxil olur. İnternet Vergi İdarəsi portalının onlayn kərgüzarlıq bölümündə yeni müraciət düyməsi sıxılır və açılan pəncərədə kimə siyahısından İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, müraciətin növü siyahısından ərizə, sənədin növü siyahısından artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə ərizə seçilir və qəbul düyməsi sıxılır. Bu zaman açılan pəncərədə ərizə üzrə aşağıdakı məlumatların daxil edilməsi tələb olunur. Vergi ödəyicisinin adı və ünü avtomatik formalaşır. Bankın adı, istifadəçinin mövcud bank hesablarının açıldığı bankların adı avtomatik olaraq ekrana çıxır və seçim imkanı yaradılır. Bank filialının adı, bankın adı seçildikdən sonra istifadəçinin həmin bankdakı hesablarının aid olduğu filialların adı avtomatik olaraq ekrana çıxır və seçim imkanı yaradılır. Daha sonra vergi ödəyicisi bankın müxbir hesabının nömrəsi və vergi ödəyicisinin hesab nömrəsi seçimlərini həyata keçirir. Artıq ödəmənin yaranma tarixi daxil edilir və artıq ödəmənin adı ƏDV seçilir. Tədyiyə kodu. Artıq ödəmə məbləği ƏDV üzrə yarandığından siyahıdan 114-117 digər hüquqi şəxslər üzrə ödənilən ƏDV təsnifat kodu seçilir. Artıq ödəmənin ödənilmə tarixi daxil edilir. Artıq ödəmənin yaranma səbəbi kimi əvəzləşmə nəticəsində yaranmış artıq ödəmə qeyd edilir. Artıq ödəmənin məbləği sətrində şəxsi hesab vərəqəsindəki 383.504 manat 4 qəpik artıq ödəmə məbləği avtomatik olaraq əks etdirilir. Müvafiq məbləğ barədə məlumatın siyahıya əlavə edilməsi yekunlaşdırıldıqdan sonra irəli düyməsi sıxılır. Daxil edilmiş məlumatların yoxlanması üçün təsdiqləmə ekrana gəlir. İstifadəçi məlumatların doğruluğuna əmin olduqda qəbul düyməsini sıxır. Qəbul düyməsi sıxıldığı zaman göndərilmiş elektron müraciət İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin AVIS kərgüzarlıq alt sistemində müvafiq nömrə ilə qeydiyyata alınır və bu barədə ekranda bildiriş əks etdirilir. Göründüyü kimi, ərizə formasının onlayn təqdim edilməsi zamanı bir çox məlumatlar Dövlət Vergi Xidmətinin məlumat bazasından avtomatik formalaşır ki, bu da nəticədə ərizənin doldurulmasına sərf edilən müddətin azalmasına səbəb olur. Beləliklə, nümunə kimi doldurulmuş ərizəyə ümumilikdə 2 dəqiqədən az vaxt sərf edilib. Ərizənin təqdim edilməsi zamanı heç bir əlavə sənəd tələb olunmur. Ərizədə göstərilən məlumatların doğruluğu Dövlət Vergi Xidmətinin informasiya bazasında olan məlumatlarla yoxlanılır.